İndi baxın, gəldim appdə adı, experience yaratdım, metodu yaratdım. Kimi sual varsa mən dərhal çatacağam. Sistem alt printerlə çapa verdim, fəaliyyətini. Düşdüm, PSVM yaratdım. İndi aşağı düşdüm. İndi yazıram burada nə? Hansı obyektin içinə girməyə çalışıram hal-hazırda? Obyektim nədir? Engineer, yəni mühəndisin içinə girməyə çalışıram. Düzdür. Yazıram burada. Bir dənə vurğulayım baxın. Səhv edənlər olurdu burada. Bunu yaratmamış, başlayırdı burada engineer yazmağa çalışanlar var idi. Belə eləməyə çalışanlar var idi ki, belə olmuş. Okay. Belə yazmağa ehtiyac yox. Biz hal-hazırda nə edirik? PSVM yazırıq və bunun içində engineer yazırıq. Görürsünüz, çöldə yox, içində yazdım. Bərabər new engineer. Bitdi. İndi mən düşəndə artıq engineer yazıb nöqtə verəndə, baxın, nöqtə verdim. Nə gəldi burada? Name, experience, bir də work. Gördünüz, 3 dənəsi. Name, experience, work. Work. 3-ü də gəldi. Mən birinci yazıram nə? Name. Yəni bir dənə hal-hazırda, baxın, ən low-level izah edirəm. Bir dənə insan dünyaya gəldi. Bir mühəndis dünyaya gəldi. Okay. Həm mühəndisə, bu new demək ki, dünyaya gəldi. İndi həm mühəndisə ad verək. Deyək ki, bu mühəndisin adı, name'i nə olsun? Bu mühəndisin adı, name'i Mamed olsun. Və bunun da yenidən engineer nöqtə experience nə qədər olsun? Atıram, deyək ki, 15 il. Gördünüz? İndi düşürəm aşağı. Baxın, name'ə verdim Mamed, experience verdim 15 il. İndi bir dənə də düşürəm aşağı təzədən engineer nöqtə nəyə yazıram? Work. Enter bastım. Okay. Nə etmiş oldum? Ada bu dəqiqə dəyər verdim. Ada. Təcrübəyə dəyər verdim. Okay. Bir dənə qaldı metod. Metodu nə etdim? Çağırdım. Metod öz-özlüyündə nə edir? Ekrana verir nəyi? Həmin mənim göndərdiyim adı, yəni Mamed. Bir də aralı qoyur is working. Şey. Gəldim bura nöqtə work yazanda, baxın run edirəm kodumu. Run olsun. Run olur hal-hazırda. Bir dənə run olsun. Okay, baxın. Mamed is working çıxdı ekrana, düzdür? Çünki nə etdim? Mən simple work-u çağırdım. Ekrana nə çıxdı? Mamed is working çıxdı. Bu hər kəsə aydındır. Çünki Mamedi hardan götürdü bu metod? Buradan. Bura hardan getdi? Buradan. Obyekt yarandı. Obyektə ad verildi, obyektə təcrübə verildi və obyekt.work çağırıldı. Work nədir? İşləyir. Avtomatik olaraq sistem out print edən name is working oldu. Mamed is working. İndi bizdə experience qaldı. Biz onu istifadə etməmişik. Onu da yazaq bir dənə aşağı qoyuyoruz sistem out. Bir sistem out print edən də içində yazmaq lazım. Mən səliqəli olsun deyə belə yazıram. Və indi burada yazacağam ki, indi bura mən istəyirəm siz kömək edəsiniz. İndi bura istəyirəm ekran çıxsın ki, Mamedin bunu ekrana çıxartmağınızı istəyirəm. Mamedin iş təcrübəsi, məsələn, il verək ki, 15 ildir. Bu mən necə yazmalıyam? Zəhmət olmasa dəstək olun. Bu mən necə yazım? Mən burada, baxın, bu name'i yazdım, experience'i yazdım. Okay. Bir də mən burada public void work yazmışam, metod adını. Work adında metod yazmışam. Metod birinci işi nə oldu? Work çağıranda. Dedi ki, Mamed is working. Yəni Mamed gəldi düşdü bura. Elə oldu da. Mamed is working. Mən indi istəyirəm bir dənə də sistem out yazım. Yəni work-u çağıranda mən həm bu ekrana çıxsın, həm də bu ekrana çıxsın, bu yazı gəlsin. İndi bu sistem out'un içində mən bu çıxması üçün nə yazmalıyam? Burada. Bu istəyirəm çıxsın. Bu mətn çıxsın da. Dinamik olsun yəni. Verdiyim adı, verdiyim ili çıxartsın bura. Nə yazım bura? Heç kim fikri yox bu arada.
Yoldaşlar. Okey. Çatda yazırsınız. Bəs adı mən dinamik eləmək istəyirəm axı. Mən ad da istəyirəm dinamik olsun da. Ad bəlkə sabah Həsən oldu. Bəlkə Hüseyn oldu. Yəni siz dediyiniz kimi yazsam, mən ad həmişə Mamed olacaq. Heç çox dəyişməyəcək. Mən istəyirdim ki, ad da dinamik olsun, il də dinamik olsun, hər şey dinamik olsun. Yazın yazdığınızı kopyalayıb ora atacağam. Kim birinci yazsa yazdığını kopyalayıb atacağım ora. Tamam Rəhan, okey. Bəli. Dinamik olsun. Həm adı, həm təcrübəsi, hamısı. No. Elə yox, Səyid, elə yox. Əslində çox sadə soruşur. Yox, dediyimiz biraz mürəkkəbə gedir. Lap sadəsini soruşuram mən. Atıram belə də yəni. Siz dediniz axı belə yazmaq lazımdır. Siz belə dediniz yazın baxın. Açılsın. Mamedin iş təcrübəsi 15. Yaxşı, siz dediniz ki, experience bildir. Mən amma demək istəyirdim ki, Mamed bəlkə heç Mamed deyil, bəlkə bu dəyişəcəm mən bunu. Həsənə deyəcəm. Bəlkə Həsən oldu, bəlkə Ali oldu. Onu deməyə çalışırdım. Bu dəyişmir axı. Siz burada dinamik verməmisiniz. Statikdir, dəyişməyən bir şeydir. Onun ki, buraya yazırsınız ki, bu bildiyimiz şeydir əslində. Neyim? Yəni, Mamedin iş təcrübəsi, experience ildir. Bu hər kəs aydındır. Baxın, mən sizdən bunu istəyirəm. İstədiyim bir dənə budur. Yəni, bu sadə axı, onu yəni istədiyim sizdən. Baxın, gəlirəm ekrana, bir dənə burada qalın. Gəldim ekrana, bunu da bağlayıram. Bu da ekrana edəsəm, deyəcək ki, Aliyin iş təcrübəsi 15 ildir. Mən bunu dinamikləşdirsəm, Hasanın iş təcrübəsi də 30 ildir. Yuxarıda Yevon dəyişir. İndi deyirəm ki, Hasanın iş təcrübəsi 30 ildir. Mən bunu demək istəyirəm aslında. Bunu başa düşməyən var, həqiqətən. Əgər okeydirsə, bir nəfər zəhmət olmaq istəsin ki, hər kəs okeydir. Deyilsə, mən izah edeyim. Okey, tamam. Bura qədər əla. Bura qədər okeydirsə, super. Davam edirəm. Okey, baxın, bunu yazdım. Tamam mı? Bu bizim nəyimizdir? Baxın, biz bu dəqiqə OOP keçirik. OOP, Object Oriented Programming keçirik. Okey. Object Oriented Programming. Burada hal-hazırda obyekt nədir? Engineer. Biz bu dəqiqə engineer odaqlı danışırıq. Necə? Object Oriented. Yəni, obyektə odaqlanmışıq. Hansı obyektə? Mühəndisə, engineer. Və daha sonra gəlirəm bura. Bir də bizim nəyimiz var? Əlavə. Bir də bizim doktor klassımız var. Okey. Baxın, düşürəm bura. Mühəndisi yaratdıq. Bir dənə də doktor yaradım. Doktor. Okey mi? Yaratdım. Doktorun da əlimdədir. İndi gəlirəm bura doktorun nəyi var? İxtisası, bir də ki, adı. Düşürəm aşağı. String name. Bir də string specializations. Ən çətin söz deməli. Specialization. Həkimin adı var, bir də ki, ixtisası var. İndi düşürəm aşağı, bir dənə yaradıram. Fillərə yer alınırsa az veribləri, yes. Ad və ixtisas. Adı və ixtisas. Azərbaycan nə yazıram? Problem deyil. Adı və ixtisası var. Bir də biz nə edirik? Konstruktor yaradırıq. Okey. Bayaq mən nə elədim? Baxın, fərq oldu ki, bayaq mən konstruktor yaratmadım. Niyə? Çünki birbaşa belə ötürürdüm. Konstruktorda ama bunun içində ötürürük. Birbaşa belə yazacaq elə bir ki. Okey mi? Konstruktor verdirsə, deməli biz nə edirik? Belə yazırıq. Amma bunun konstruktorun içi boşdur nəyə görə? Çünki burada heç nə yaratmamışam. Okey, yaratmamışamsa deməli içi bomboş. İndi gəlirəm doktorun bir dənə konstruktorunu yaradıram.
Gəldim bura. Konstruktor nədir? Tikmək, inşa etmək. Yazıram public doctor. Okay. İçinə nə verirəm? Həkimin bir adı olacaq, bir ixtisası olacaq. Deyirəm ki, string ad, string ixtisas. Yazdım bura. String adı yazdım, string ixtisası yazdım. İndi mən düşürəm bura nə edirəm? Və həkim gələcək. Deyəcəm ki, this.ad bərabər nəyə? Ada. Bir də mən deyirəm ki, this.ixtisas bərabər ixtisas. Baxın, izah edirəm necə. Bunu yaratdım. Tamam mı? Mən gəldim bura. Bax, gəlirəm bura. PSV'm yazdım. Sadə PSV'm yazdım. Nə edəcəm mən? Bir dənə həkim obyekti yaratmalıyım. Yəni bir həkim dünyaya gəlməlidir. O dünyaya gəlsin. Necə? Belə. Doktor bərabər new doktor. Həkim dünyaya gəldi. Amma hal-hazırda həkim nədir? Məndən adı olmalıdır. Default olaraq onun adı olmalıdır, ixtisası olmalıdır deyək ki, mütləq olmalıdır ikisi də. Necə olur? Həkimin adı olsun. Ayşə. Həkimin ixtisası da olsun ki, məsələn, nə bilim, nevrolog. Ki, peşəsi də nevrolog. Və gördünüz mən obyekti yaratdım, qızartı getdi. Gördünüz, avtomatik adı, ixtisası özü yazdı, mən yazmamışam. Mən bir dənə bunu yazmışam. Bunu silsəm yenə qızaracaq. Qızardı. Amma yazanda qaytaranda qızartı keçdi. Çünki məndən 2 dənə dəyər istəyirdi, gördünüz. Yəni bu obyekt bundan asılıdır. Bu dünyaya gəlməmişdən bunun karkası sümüyü qoyuldu ki, bu belə olmalıdır. Yəni 2 dənə fildə olmalıdır. Amma baxın, bunu silsəm, gördünüz, qızardı. Deyir, mən bir dənə gözləyirəm, sən 2 dənə vermirsən. Mən deyirəm, okey, mən də sənə bir dənə verəcəm. Mən deyirəm, okey, mən sənə bir dənə verəcəm. Görürüz ki, qızartı gələcək, görürüz. Bizim durumumuz nədir? 2 dənəsi olur. İndi hal-hazırda mən gəlsəm, baxın, burada nə iş görülür? Burada deyək görək nə işlər görülür. Okey. Mən indi bunu sadələtəcəm. Bundan sonra bunu izah edəcəm. Sadə də nədir? Doktorun içində bir dənə də nə yaradıram? Düzəltmişdirəm. Doktorun içində bir dənə də toString yaradıram. Deyərəm bura. Baxın, burada nə var? Generate. Generate basıram. Görürsünüz, burada cürbəcür şeylər var. Hələ ki, hər birini unudursunuz. Bir dənə nə yadda saxlayırsınız? toString. toString bastım. String nə deməkdir? Mətin. toString nə deməkdir? Yəni, mən qarışıq hash kodlarımı mətinə çevir. Ok. Baxın. Özü yaradacaq. Yaratdım. Public string, toString. Artıq hər şeyim var. İndi gəlirəm bura. Sizə bir dənə sual. Ekrana nə çıxacaq? Hal-hazırda. Amma dəqiq fikirləşin, çünki yanlış da deyə bilərsiniz. Biraz çaşa bilərsiniz. Burada ekrana nə çıxacaq? Mən bilən deyin ki, burada mən run edəsəm, ekrana nə çıxacaq? Gözləyək. Qəşəng. Əslində Zeynal düz deyir. Baxın, burada zis verməmişik deyə çıxmayacaq. Bu nəyə görə çıxmayacaq? Burada konstruktor var. Konstruktorun içinə ötürmüşəm Ayşə nevrolog. Amma burada zis yoxdur axı. Mən bura verdim, dəyər elə burada da qalır. Okey. Bu gəlib burada set olmalı idi halbuki. Zis nöqtə adı verməli idim ki, Anarın göndərdiyi adı zis adı, yəni bu klasın içindəki adı mənimsədir. Belə olmalı idi əslində. Peki gördünüz, adın işığı yandı. Çünki ad ucu istifadə olundu. Amma belə versəm, run edəsəm, baxın, run edirəm. Ekrana heç nə çıxmır. Yəni adlar heç nə verir, bomboş çıxacaq, gördünüz. Deyir doktor, ad null, ixtisas null. Null nə deməkdir? Yəni boş, bomboşdur, orada heç nə yoxdur. Null olmamaq üçün deyirik ki,
Anarın verdiyi adı zis.adı mənimsədim. Anarın verdiyi adı. Gördünüz mü? Bu ad eyni rəngdədirlər. Bu da bununla eyni rəngdədir. Bu budur, bu da budur. Mən göndərdiyimi götürür, atır hara? Yuxarı. Bura. Bir dənə də eynisini nə üçün edir? This.ixtisas bərabərdir Anarın göndərdiyi ixtisas. Okey, şey. Adları verdim. Konstruktoru yaratdım. Yazıram bura. 2. Bu arada bugündən dərsləri Azərbaycanla keçəcəm. Yazılar daha rahat. 2 parametrli konstruktordur. Okey mi? 2 parametrli konstruktor. Konstruktoru dəyərləri verdim. Hash kodu normal mətnə çevirmək üçün də nədən istifadə edelim? Bundan istifadə edelim. Bu da belə. Bir də public static void main nə deməkdir? PSV. Bunun üçün də mən əməliyyatları ekrana verirəm. İndi run eləsəm. Ayşə, bir də ki nevroloq çıxdı dəyərləri. Doktor adı Ayşədir, ixtisası nevroloq. Obyekt bunun arası full bu obyekt. Obyektin adı nədir? Doktor obyekti. Doktor nədir? Bu klasın adıdır. Doktor. Okey. İndi kimin buradan mənə sualı var, buyursun. Yaza bilər orada. Mənə sualınızı indi gördüm. PSV-in içində doktor verdik. Onu gördü əslində. Baxın, o silirəm. Onu gördü. Sadəcə olaraq onu. Bax. Belə gördüm. Saniyə. Bayaq belə yazmışdım. Okey. Bax, belə yazıram. Onu görməyini. Sadəcə olaraq nul görür. Bax, deyir, okey, dünyaya bax. Mən bayaq demişdim. Bu doktor bərabər new doktor demək dünyaya gəldi. Həqiqətən də dünyaya gəldi. Amma hələ dünyaya gəldi. Amma hələ ona ad və s. heç nə verməmişik. Okey. Bu olmasaydı, yəni, bu olmasaydı, o dünyaya gələsiydi, amma nul olacaqdı, okey. Niyə nul oldu deyim sizə. Baxın, bu gəlir, belə bu formatda dünyaya gəlir hal-hazırda. Bayaq biz dis yazmamışdıq. Dis yazmayanda deməkdir ki, sən ümumiyyətlə dünyaya gəlir, amma adını sənəddə yazmışsan. Okey, belə olsa, bu deyir dünyaya gəldi, okey. Amma sən onun adını sənəddə yazmışsan, bax. Dünyaya gəldi, sən onun adını sənəddə yazmışsan. Onu oradan nul istəyirəm, alaq, o da ediyət belə. Gəlirəm, buraya yazıram, string, alıram nul. Baxın, gəlirəm, stringə basıram. Bax, indi deyəcəm ki, dünyaya gəldi, amma adını sənəddə yazmamış. Onda nə baş verir? Deyir, doktor, amma nul. İndi mən deyirəm ki, adını sənəddə yaz. Yazmaq nədir? Həqiqətən də denən ki, dünyaya gələn anar, zis bərabər dünyaya gələn anar. Bu necə olur? Onu deyirdim də. Zis nöqtə. Bugün bu adı bərabər oldu ki, anar. Yəni ad, ən axırıncı gələn kimdir? Ayşə. Bu birisi nə deməkdir? Ad ixtisas fikir verin. Jurnala giriyor, hamının qabağında name yazır, amma qabağındakı adlar dəyişir. Bu da eynidir. Hamının qabağında ad yazır, amma qabağındakı artıq dəyərlər dəyişir. İstənilən bir adı ola bilər. Eyni prinsip. Ona görə zis nöqtə ixtisas da yazanda bərabər edirəm ən son göndərilən ixtisas. Ona görə də bu kodu bu dəqiqə ekrana verəndə mən nə görürəm? Səlisdən nəticə görürəm. Nə görürəm? Səlis nəticə. Ayşə və nevroloq. Bu qədər. Məntiq əslində bu qədər sadədir. Bunu gözləyirdim mən əslində sizdən. Bu hissən. Okeydir. Biz verməmişdən əvvəl niyə run edəndə Ayşə və nevroloq üzrə aldıq? Aradakı aradını soruşur. Aydın oldu indi. Aydınsa, okey, davam edək. İndi gəlirəm hara? Baxın, bunda yaratdım. Bunun bayaqkindən fərqi oldu ki, burada yaratdım, amma konstruktor yaratmadım. Dəyərləri necə ötürürdüm? Engineer.name, engineer.experience. Bura boşuyum. Amma bunun fərqi oldu ki, mən burada doktor.name, doktor.ixtisas yazmadım. Birbaşa doktorun içində yaratdım. Okey, bir dənə fərqi oldu. Yəni birində konstruktor istifadə olundu, birində yox. İndi konstruktorun biz üstünlüyünü görə bildik. İndi bir dənə də sonuncu məqama toxunum. Okey, deyək ki, mənə hal-hazırda burada. Bir dənə yeni klass yaradım mı, yoxsa yaratmam? Yox, yaratmam. Bunun üstündə izah edəcəm.
Deyək ki, bir dənə də həkim dünyaya gəlir. Amma onun ixtisası hələ seçilmir. Onun ancaq adı verilir. Adı vacibdir, amma ixtisas o qədər də vacib deyil. O necə olur? Yazırıq bura public. Onun adı birincidən gedir, onu deyim. Konstruktor overloading. Yəni konstruktorların yüklənməsi, yəni download olması. Okay. Over nə deməkdir? Bir-birinin üzərinə yazılması. Bu nə edir? 2 dənə parametr götürür. Bir mütləq adı olmalıdır, mütləq ixtisası olmalıdır. Bəlkə bir dənə də həkim dünyaya gəldi. Bax, bir dənə də həkim dünyaya gəldi. Doktor, bu da oldu 2. Bərabər new doktor. Mən buna ixtisas vermək istəmirəm də, yəni hansı olsun. Bu hələ konkretləşdirmir. Ya nevroloq ola bilər, ya nə bilim, qaş həkimi ola bilər. Axıra bir həkimdir, amma bilinmir nə həkimdir. Onun adını qoyaq Kamal. Okay. Amma bunun hal-hazırda ixtisası yoxdur. Okay. Amma görürsən qoya bilmirəm. Deyir ki, yox, mən mütləq 2 dənə gözləyirəm. Mən deyirəm ki, qardaş, mən sənə bir dənə verirəm də, birindən işte. Deyir, yox, mən 2-sini gözləyirəm. Onun görə burada nə etməliyik? Konstruktorları şəxsiləşdiririk. Bu 2 parametri qəbul edirdi, düzdürmü? Okay. Bir dənə də bir dənə parametri qəbul yaradıram. Public doktor string ad. Şərt bitdi. Onu gördük, ixtisas yazmadım. Vergül ixtisas falan yazmadım. Bir dənə ad qəbul edir bu da. Burada yazsam this.ad bərabər də ad bitdi. İndi gəlsəm bura gördünüz düzəldi. Biri nə oldu? Ayşə nevroloq, bir də oldu sadəcə Kamal. Düşürəm aşağı. System out. Doktor 2. Bakın. Gördünüz, bu məntiqlə işləyir. İndi mən bunu ekrana verirəm. Görəsiniz hər iki adları fərqli-fərqli. Görürüz. Ayşə nevroloq, Kamal Nuh. Başa düşürsünüz bir şeydir, nə lazımdır bu. İndi bu Kamal Nuh nəyə görə gəldi? Bu belə olacaq. Baxın, gələcəkdə databaza dərs keçəcəm, orada da belə olacaq. Yəni ad əgər belə yaranırsa belə davam edir. Bu yoxsa bu null verilir, heç problem deyil. Tamam. Yəni bu əslində bu məntiqlə işləyir. Kiminsə bu barədə mənim sualı varmı? Yəni konstruktor overloading nə demək olur? Kiməsə qaranlıq qaldı. Bir dənə də konstruktor yaradıb 3 dənə də filtr verə bilərsiniz. 1, 2, 3 fərqi yoxdur. Atıram bir dənə də həkimin nə bilim string xassiyyəti də var fərqli olaraq. Bura nə yazıram? Yazıram string xassiyyət. Düşürəm aşağı. This.xassiyyət bərabərdir xassiyyət. Okay. Gördünüz, genişləndirdim. Burada gəlirəm 3-cü konstruktoru yaradırım. Obyekt yaradırım. Doktor, bu da olsun 3 bərabərdir new doktor. Bu da olsun, adı olsun nə? Nə bilim Ali, ixtisası olsun, nə bilim, qaş həkimi, xassiyyəti də olsun ağır xassiyyət. Gördünüz? Bu dənə də mən düşüb aşağı doktor 3-ü də ekrana versəm. Doktor 3. Mən nəticə olaraq nə elədim? 1, 2, 3 dənə obyekt yaratdım. Birinci, ikinci, üçüncü obyekti ekrana verdim. Run edirəm. Ekran baxın. Gördünüz? Ayşə, nevroloq, Kamal, Nuh, Ali, qaş həkimi. Nə burada qaldı bizdə? Kim göstərə bilər mənə? Xassiyyəti düzəltmək istəyirəm, amma xassiyyət gəlmədi. Fikir verin. Xassiyyət burada yoxdur. O necə gəlsin? Köməklik göstərim. Olar, Zeynəb. Şərt kim də demək olar. Bu dəfə yox Səid. Nəyə görə zis yox? Baxın, çünki zis vermişəm. Bu dəfə bir balaca fərqli. Baxın, zis vermişəm. Zis xassiyyət bərabərdir xassiyyət. Bu dəfə nə çatışmır? Sizcə kod açıram. Bu dəfə. Baxın, yazan yoxsa mən deyəcəm. Bu dəfə toString çatışmır. Baxın, toStringin içində nə var hal-hazırda? Mən deyirəm mətnə çevir. Deyirəm ki, adı və ixtisası. Okey. Adı da ixtisasını mətnə çevir. Amma nə qalıb? Şey qalıb, baxın, xassiyyət qalıb. Ona görə bunu belə ona nə edirsiniz? Bunu götürürsünüz, silirsiniz. Təzədən toString yaradırsınız. O nədir? Gəlirəm, təzədən yaratmağa çalışıram. Bu dəfə 3 dənə filtr gəldi. Görücü xassiyyət də gəldi bura. Deyirəm ki, xassiyyəti də mətnin içindən götür. Hesaba al. Run edəndə o xassiyyət də gəlib ora düşəcək. 2 dəfə null olacaq, 3-cüdə xassiyyətin dəyəri olacaq. Null.
Niyə null? Çünki mən burada xassiyyətə bir şey yazmamışam, burada da yazmamışam, amma üçüncüdə yazmışam. Ona görə də 1 null, 2 null, üçüncüdə ağır xassiyyət. Bu hər kəsə aydındırmı? Olar əlbəttə ki. Aydındır. Testrin əvvəl yazılmışdı deyə biz rayonda almadıq. Bəli. Testrin əvvəl yazılmışdı. Amma xassiyyət yox idi orada. İkisi də var idi. Ona görə biz almadıq. İndi testrin də xassiyyət də var idi. Bayaq testrin elə bil ki, belə idi. Belə bir şey idi. İndi mən orada bir dənə də xassiyyət əlavə elədim. İşlədim. Aydındır tam. Sual var mı? Mən əslində bu dəqiqə sizə bir hansı odaqlı dərs mövzu keçirəm. Mən sizə keçdiyim odaq mövzu, yəni 4 aydan falan sonra siz bir task götürüb, məsələn bir dənə sizə task götürdünüz də, tapşırıq. Onu tam rahat özünüz araşdırıb yaza bilərsiniz, tamam? Kimdən asılı qalmırsınız. Məsələn bu dəqiqə iş yerində olur. Mənim məsələn levelımdan yuxarı task verirlər. Heç kim demir ki, okey də eləyənlər çətinliyə düşməsin. Adam taskı verir ki, işlədə, yəni mənə pul lazımdır, sən də bunu işləməlisən. Onu məsələn mən necə araşdırıram? Həmin araşdırma tərzi sizə tədrisəsində eləməyə çalışıram ki, 4 aydan sonra özünüz oturub, istənilən bir problemi rahatlıqla oturub bilməsəz belə öyrənə biləsiniz, tapa biləsiniz. Özünüz sərbəst, kimsə əlinizdən tutmağa məcbur qalmayasınız. Və 4 ay buna görə 5 ay o qədər qısa müddətdir ki, yəni o 5 ay o dərəcəyə çatsaz, ki mən o dərəcəyə 1 il yarıma 2 ilə çatmışam. Çünki vaxtını düzgün yönləndirmirdilər düzgün. Daha tez ola bilər. 5 ay, 6 ay o şeyə çatsaz, yəni çox böyük bir nəticədir də sizin üçün, çox dəhşət bir şeydir. Təcrübəsiz belə, yəni adi maaşla işə qəbul ola bilirsiniz rahat və işdə ən əsası, işdə əziyyət çəkmirsiniz. Yəni söz götürmürsünüz və s. Əslində o tədrisdə mən də odaqlandım. Özünüz araşdırıb tapa biləcəksiniz. Ona görə detallarını izah edirəm ki, səhərsi gün özünüz başqa bir кейs olanda cəmiyyət beyninizdə hə bu belə yazmışsa, deməli belədir. Bununla da mən belə də edə bilərəm. Belə bir şey də yarada bilərəm, okey. Demon. Sonra yenidən Tustringerdən 3 konstruktorun içində gətirdik. Biz ona görə nə cavabını davam etdik. Bəli. Okey. İndi kiminsə sualı varsa buyursun, yoxsa davam edeyim. Varsa verin, müzakirə edək. Okey, tamam. Hər şey aydın olur. Rəna xanım, Məhəmməd bəy, Səid bəy, Zeynal Kənan. Oda keçdim. On üç və 17 fərqi qısa izah. Okey. 13 ilə 17-ci sətri. Tamam. 13 və 17. Okey. Baxın burada Rəna xanım. Hal-hazırda 13-də. Və burada mən nə etdim? Konstruktor yaratdım. Okey. Bir də 17-də konstruktor yaratmışam. Görürsünüz, bu təməllər eynidir. Konstruktor. Bu konstruktor 1. Konstruktor 1. O birlər də konstruktor. Bu 1 konstruktor. Bu konstruktor 2. Bu da konstruktor neçə? 3. Böyle 3 dənə konstruktorum var. Birinci konstruktorumun fərqi ikincidən oldu ki, birinci bir dənə parametr götürür, ancaq ad. Gəldim baxın, aşağıda istifadə edirəm. Ancaq ad. Gördünüz? Ona görə bunu atıram yuxarı. Bu birinci konstruktordur. Yazıram bura.
Konstruktor 1 gördünüz. Bir dənə də bura konstruktor 2, bu da konstruktor 3-ün əməlidir. İndi gəldim 1-ə. 1-ə nə vermişəm? Bir dənə Kəmal yazmışam. Gəlirəm bura, həqiqətində bir dənə məndən ad istəyir, düzdür. Mən 1-ə başqa şey yazamaram, bir dənə şey istəyir. Konstruktor 2-yə nə yazmışam? Ayşə və nevroloq. Yəni 2 dənə field 1, 2. Baxıram bura, həqiqətən 2 dənədir. 1, 2. 2, 1, 2. 3-ə nə yazmışam? 3-ə də yazmışam Ali qaş həkimi ağır xasiyyət. Yazıram Ali qaş həkimi ağır xasiyyət. Görürüz 3 dənə. Yəni bunların tək fərqi əslində bunun açıqlaması odur. Konstruktor overloading o deməkdir ki, konstruktorların adları eynidir, hər zaman eyni olur. Sadəcə o içindəki dəyərlərin sayı fərqlidir. Birində 1, birində 2, birində 3 dəyişir, görürsünüz. Aydın oldu? Tamam, okey. Yenə sual olsa verə bilərsin, kim istəyirsən. Davam edirəm mən, növbəti tərəflər var. Okey, bir də bizdə nə var? Encapsulation var. Encapsulation da mənası nə deməkdir? Encapsulation mənası, baxın, bunu bağladım, bunu da bağladım. Okey. İndi yazaq bura nə? Formula car, Formula 1 maşınıdır. Formula 1 car yaratdım. Okey. Formula 1 carın nəyi var? Modeli var. Yəni bu nə olacaq? Modeli olsun, bir də ki speed, sürət olsun deyə. Okey. Düşürəm aşağı. Bayaqdan biz nə yazırdıq? String, model. Düzdürmü? Int, speed, sürət rəqəmi olur üçün int-lə verilir. Amma indi biz bunun qarşısına nə yazacağıq? Biz bunun qarşısına yazırıq, private yazırıq. Private. Private nə deməkdir? Özəl, şəxsi. Bunu da qarşısına yazırıq, private. Private. Okey, şəxsi. İndi düşürəm aşağı. Buradakı məntiqi neyincisini edəcəm. Amma avazda sadə tutacağım. Private model, private string model, private int, speed. İndi mən düşsəm heç nə demirəm. Bayaqdan nə yaradırıq? Bu string yaradırıq da. Okey. Bu stringi yaradıram. Baxın. Tamam dayan string. Okey, yaratdım. Hazırdır, hazır. Bir dənə indi kodum var nə demək üçün. Baxın, yaşıl düymə yoxdur hələ ki burada. Deməli nə lazımdır? Nə lazımdır? PSVM, PSV, tab. Gördünüz? Yaşıl düymələr gəldi. Bu kodu mən run edib baxa bilərəm. Mən indi burada yazsam ki, formula 1 car, formula 1 car, formula 1 car. Yox, oraya yazaq şey, üzr istəyirəm. Model əslində bu da başa düşülən dildədir da. Səhət demişik bizim dildə yazaq. Bir də bunu eləyək sürət. Elə hamısını bir başa çevirək. Model və sürət. Formula 1 carın obyektini yaradıram. New Formula 1 car. Okay. İndi düşdüm aşağı. Mən bu dəqiqə modelə sürəti dəyər vermək istəyirəm. Gəlin çalışaq. Görün kimsə nəsə yazmayıb mı? Getter setter lazımdır bizə. Bəli şey. Eynən, bizə getter setter lazımdır. Çünki getter setter olmasa, Formula 1 car nöqtə, baxın model yazdım. Məsələn, bura nə verək lazımdır? Nə verim bura? Deyək ki, bir dəqiqə burada olsun. Atıram da Mercedes. İndi bir dənə sizə bir şey deyəcəm. Sizcə nəyə görə mən private bunun içində gördüm? Səbəb nədir sizcə? Necə oldu ki, gördüm hal-hazırda? Mən bir dənə də başqa klass yaradacağım. Main klass yaratdım, başqa klass yaratdım. Bir saniyə. Formula 1 car. Formula 1 car. Formula 1 car nöqtə. Baxın, mən fərqi bunu demək istəyirəm. Burada Formula 1 car modelinə yazdım, model verdim. Sürətinə də verdim ki, 360. 360. Hər şey good, okey, işləyir də, düzdür. Amma burada eyni deyil. Burada dəyişir. Burada baxın, vermişəm Formula 1 maşını, amma model və sürəti vermişəm. Birdən sualım odur ki, niyə burada işlədi, amma burada işləmədi? Çünki burada da mən eyni şey heç nə demirəm. Bunu götürüb oraya yazacağım. Buraya yazanda işləmir. Görmür hətta. Deyir ki, nəsə bir şey dedim, onu siz başa düşməyə çalışın. Nəyə görə sizə işləmədi?
private başqa klassda görsənmir. Əslində Səid bəy yazdığı əslində ikiniz də düz deyirsiniz, Səid Zeynal. Yəni private o deməkdir ki, özəl. Məsələn, hər bir evin içində öz cəmaət private da, öz ailəm. Amma kənar ailə məni görmür. Bu private. Amma özüm görürəm. Bu da eyni məntiqdir. Bir də Rəna xanım sual yazıb. Fabrikada private yazırıq, baxarıq da nəyə görə təyin edirik. Qəşəng. Baxın, bu dəqiqə mən private yazmışam. Bir də bunun public də var da, ki, public də var. Siz public vaxt yazırsınız ki, digər klasslara da icazə verirsiniz ki, sizin ailə üzvləriniz görsün, yəni içərini görsün. Okay, onda bunu public edirsiniz. Belə edirsiniz. Yəni kamuya açıqdır da bu. Amma private eləyəndə o deməli ki, yox, ancaq mənim öz qapım, bu mənim qapım. Öz qapının içindəkiləri görsün. Bu da private. Və sizə bir məsələ də nə var? Real applərdə bütün nə qədər işləyəcəksiniz, hamısı private. Hardan bilirəm? Baxın. Gəlin, mən deyəndə göstərəcəm sizə real. Real proyektlərə yaxınlaşırıq deyə göstərə bilirəm. Bu niyə private yazmışıq və həqiqətən də necə olur? Bax, bir dənə işin appinə girmişəm. Baxın, burada görürsünüz, hər şey private. Bir dənə burada belə də yaza bilər də, amma yazmır. Hamısı private. Görə bunun kimi yazıb, çoxunu mən yazmışam, mən yazıqlarım. Hə, bu mən yazıqlarım da var. Bu bizim işdəki taskdır. Və burada filtrar necə verilir, hamısı özəl filtrar. Kim mənim bu klassım istədiyi vaxt gedib bunu çağıra bilməsin. Okey. Aydın oldu ən azından fərqi. Private başqa klassda göstərir. Fərqi tutulsa düzdürmü? Private başqa klassda görsənmir, amma public başqa klassda görsənir. İndi davam edirəm növbəti yerə. İndi sual odur ki, da okey deyəm, bu görsənirsə bunu burada vermək mənasızdır. İndi sizlə mən bizlə yaradacağam. Əsl best practice eləyəcəm. Hər şey silirəm. Siz bir klass yaradanda Formula 1 maşın yaratmışsınız, düzdür. Bu klassda ancaq sifətləri yazırsınız, yəni xüsusiyyətlərini verirsiniz və onun hərəkət, xüsusiyyət, hər şey burada verilir. Amma icraatı burada verilmir. Bu bilirsiniz nə deməkdir? PlayStation demişdim, məsələn, joystick. Knopka görsənir, X, Y, 0, hər şey görsənir. Amma knopkanı basanda arxa proses görsənmir. Bunu görürsünüz. Amma knopkanı basan yeri bura deyil. Bunu görəcəksiniz. Knopka basan yeri buradır. Burada nə yazıram ya? Joystick. PlayStation joystick. Bu klassın adı PlayStation joystick. Main adını dəyişirəm, qoyuram joystick. Yəni bu sizin pultunuz. Bu da sizin pultun arxasındakı server. Formula 1 car server. Ki servis yazaq hətta. Daha mən real olsun servis. Baxım yazan yoxdur. Bir də default var. Bir də protected var. Baxın, public, private düzləyirsiniz. Bir dənə də protected var. Protected. Bunları inheritance dərsində izah edəcəm. Protected biraz başqa mövzuya girir. Inheritance-da miras almaq dərsində protected izah edəcəm ki, o hansı şeylərdir. Okay. Joystick-i bildik. Formula 1 car bildik. Bu bizim nəyimizdir? Servis. Model var, sürət var, Toolstring'ə çevirir. Bir də bizə burada lazımdır ki, başqa klassımız var. Bayaqdan başqa klass görmür də falan. Düzdür, yaradıram, işlətməyə çalışıram. Formula 1 car. New Formula 1 car. Nöqtə verirəm. Okay. Görürsünüz, heç nə görmürəm. Mən nəyi görməliydim? Modeldən sürəti görməliydim. Amma görmürəm. Yazıram hətta, gəlmir. Qırmızı. Görmək üçün nə etmək lazımdır? Burada devrəyə girir, setter və getterlər. Setter və getter o deməkdir ki, adı üstündə set və get. Ver və al mənası var. Okay. Set yəni ver, get, al. Düşürəm aşağı. Yazıram burada. Setter, getter necə yazılır? Baxın. Generate basırsınız yenə. Toolstring bayaq öyrəndik. Toolstring bilirik. Bir də burada getter var, setter var. Bir də getter and setter var. Basırıq bunu. Baxın görürsünüz. Model sürət. Hər iki fieldimi göstərir. Model və sürət. İkisini də seçirəm. Oku bastım. Nədir? Get model, set model. Get sürət, set sürət. Yəni deyir ver, al. Ver, al. Okay. Yəni bu nə deyir? Ver. Bu da deyir ki, yox, bu deyir ver. Yəni set elə, set ver. Bu da deyir al. Bu da eynən deyir al. Bu da deyir ver.
Okey mi? Okey. İndi burada nə etmək qaldı bizə? Baxın, sadələşdirək. Mən bir insana bir şey verməmiş, onu ondan istəyə bilərəmmi? Yox. Düzdür, verim ki, istəyim. Gəlirəm bura. Mən Formula 1 kara bir ad verim ki, sonra ondan ad istəyim də. Mən deyirəm ki, Formula 1 kar nöqtə set model edeyim ki, düzdürmü? Bildiyimiz baxın konstruktor məntiqidir. Amma bu metodlardır. Set model edeyim ki, məndən nə istəyir model? Mən verdiyim model atıram Mercedes olacaq. Mercedes götürüb nə edir? Bu modelə mənimsədir. This.model bərabərdir mənim verdiyim model. Görürsünüz, eyni konstruktorun məntiqi kimi işləyir. Mən gəlirəm bura, set modelinə verirəm. Mercedes. Bir dənə də deyirəm ki, ona nə verim? Bir dənə də speed, sürət verim. Bir dənə də set sürət. Sürət də olsun 330. Sual yoxdur, yox. Mən nə etdim? Set model də verdim, set sürət də verdim. İkisi də hazırdır, gördünüz. Model və sürət. Bir dənə də nə qaldı? Onları get eləmək. İndi mən düşürəm aşağı. Buranı run edirəm, baxın. Ancaq set eləmişəm, amma get eləməmişəm. Run eləsəm nə baş verəcək? Heç. Bir daha run olsun. Nəzirləşdirim. Ekrana çıxdı heç. Nəyə görə? Çünki mən burada baxın, set elədim. Set model, set sürət. Amma get yoxdur. İndi düşürəm bir dənə də aşağı. Nə edirəm? Bax, bir dənə fərqi izah edirəm sizə. Sadələşdirmək üçün yerlərini dəyişirəm. Yerlərini dəyişəndə beyninizin qarışmasına heç bir fərqi yoxdur. Yerindən dəyişir. İlk sətirlərə setləri qoydum, sonra da getləri qoydum. Okay. Set nə edir? Set elədim. Geriyə void-də bax, heç nə qaytarmır. Yəni sistem altının içində yazmağa ehtiyac yoxdur void. Amma get nədir? Görürsünüz, geriyə string qaytarır, int qaytarır. Deməli, mən gəlirəm joystick-ə. System out yazıram, bunun içində yazıram. Yəni getlər həmişə sistem out printerlərin içində yazılır. Bunu yadda saxlayın. Bura not alıram. Bura not alıram. Getlər hər zaman içində yazılır. Okay. Formula 1 kar nöqtə get və get yazına görürsünüz, bir dənə model, bir də sürət var. Bu başqa şeydir. Model və sürət. Birinci modeli alaq. Sonra da təbii ki, system out Formula 1 kar nöqtə get sürət. Gördünüz, hər ikisini aldım. Formula 1 kar nöqtə get model, 1 kar nöqtə get sürət. Hepsi. Mən artıq hər ikisini icra etmiş oldum. Bu da belə. Kimin burada mənə sual var? Zəhmət olursa. Yerləri özünü dəyişdim ki, sizə rahat olsun. Əslində bir fərqi yoxdur. Sadəcə olaraq istədiyim yerləri dəyişim ki, setlər bir yerdə olsun, getlər bir yerdə. Fərqi yoxdur, belə qarışıq da yaza bilərsiniz. Rahat olsun deyə. Sual varsa yazın. Okay. Heç kəsin sualı yoxdursa, əla. İndi mən gəldim joystickin içinə. Məsələn, adam gəldi joystickdə, bunu basdısa, yəni set elədisə, bunu da alacaq. Set edir nəyi? Modeli. Get edirəm nəyi? Modeli. Set edirəm nəyi? Sürəti. Get edirəm nəyi? Sürəti. Run edirsən, bayaq görürsünüz, heç nə gəlməmişdir. Amma indi nə gələcək? Həm model, həm də sürət. Həm model, həm də sürət. Mercedes və 330. Bura nə verdimsə, onu da alıram. BMW yazdımsa, bura gələcək BMW 330. Okey, gördünüz. Yəni, bunu da elədim, atıram 500, bu da dəyişib 500 olacaq. Yəni, gördünüz, burada əsas məntiq nədir? OP-də, obyekt yönlü proqramlaşdırmada ən əsas BMW 500.
Hansı oldu ki, mən bir yerdə obyekti yaratdım, onun filtrlərini içində verdim. Bir də onun ulaşma metodlarını verdim, bitdi toString. Bu gözünüz bu yazılışı öyrəşsin. Bütün yazılışlar həmişə belə olacaq. Filtrləri yazacaqsınız, get və setləri yazacaqsınız. Bir də toString. Hələ ki ancaq bundan başqa bir şey görməyəcəksiniz klassların içində. Okay. Hələ ki ancaq bunlar olacaq. Ona görə biz obyektin özünü həmişə ayrı, separate, fərqli yerdə saxlayırıq. Joystick isə burada qoşuruq. Gördünüz. Get və set ancaq private ilə işləyəndə çağırırıq. Bəli, get və set ancaq private üçün çağırırıq. O get setin məntiqi də evin qapısını döyməkdir. Yəni görmürsən, döyürsən ki, qapını açsın gör. Mən döyürəm, set edirəm, döyürəm, qapını açdı, get oldu, gördüm. Private olanda konstruktor yaratmağın mənası yoxdur, onları public edə bilərik çünki. Onun əvəzini get seti konstruktor əvəzi yaradırıq. Yəni, private olanda konstruktor yaratmağın mənası yoxdur, onları public edə bilər çünki. Yox, elə deyil. Nabrot private olanda belə sən setter getirilən yox, elə birbaşa konstruktorun dəyəri set edəcəksən daha optimal olması üçün əslində. Bilsən biz necədir? Biz ilk dəfə məsələn dəyəri set name yazacağıq, lap birinci dərslərdə. Məsələn this anar.name bərabərdir. Bir dəqiqə, bax. Birdən bura bax. İlk dərslərdə biz nə edirdik? Bax, doktor, bu da konstruktordur, engineerdəydik. Bax, ən primitiv buydu. Obyekt yaradıb, obyekt.name bərabərdir Həsən, obyekt.experience bərabərdir 30. Sonra onu bir üst level'a çıxartdıq, birbaşa konstruktorda verdik. İndi bu da eyni şeydir. Hal-hazırda biz set edirik bəyən-bəyəni. Birazdan da bir üst level'a çıxardıb, private'ı da konstruktorun içində yazacaq. Okay. Var bir dənə misal göstərim, ondan da yekunlaşdıracağım. Misal necədir? Gəlirəm bura, forma bir karın içinə. Okay, forma bir karın içinə gəldim. Burada desəm beyniniz qarışarmı? Qarışar. Ona görə onu silirəm. Onu hələ ki qırağa qoyuruq. Yəni siz bu yadda saxlayın. Bir dənə Zeynal dediyinə də misal göstərim sizə. Bu da nə olsun? Person, insan. Bir insan olsun. Bir dənə də person, joystick. Okay. Person, bu da insan joystickdir. Tamam. Person yazdım bura. İndi insan nəyə olur normalda? Private, string, name, insan adı olur. Private, int, yaş. Bir insan yaşı olur. Düzdür mü? İndi düşürəm aşağı. Yazan varmı? Yox. İndi mən konstruktorla verəcəm. Birinci nəyini yaradaq onu? String'ini yaradıram. Bu əlimiz öyrəşsin görürsünüz. Mən hər dəfə nə edirəm? İki klassı yaradıram. Obyektin adlarını verirəm. Sonra da bir dənə toString'i yaradım. Bundan bitdi. Sonra gəlirəm bu araya. Mən indi bu dəfə nə edəcəm? Konstruktor yaradacağam. Konstruktoru da nə ilə yaradıram? Buradan yaradıram. Əllə yaratmaq istəyəcəm. Konstruktora basıram. İkisini də seçirəm. Gördünüz. Seçdim. Bu şey mən burada. Konstruktor mənası nədir? Set konstruktor eyni şeydir. Konstruktor bərabər nəyə? Setter. Ya konstruktor yazdınız, ya belə yazdınız, ya setlə verdiniz, belə. Ya da konstruktorda verdiniz, eyni şeydir. Mən bu dəfə də konstruktorda yazmaq vəziyyətini göstərirəm. Konstruktor ona görə bərabər setter yazmışam. Amma bir dənə də nə lazımdır? Okay, set elədik. Yeriyə nə qaldı? Getir. Bunu konstruktor eləyə bilmir. Eləmir daha doğrusu. Məntiqsiz konstruktorda oynamır. Bir dənə də yaradıram nə? Getir. Burada, getir. İkisini də götürdüm, bitdi. Görürüz. Seti burada eləyəcəm, getir burada. İndi mailin içinə girirəm. Bir dənə də burada ona ötürüm dəyərləri, ondan da bitirəm. PSV. Yazıram burada person bərabərdir new person. Person nə istəyir məndən? Adı, yaşı. Adı olsun Akif, yaşı da olsun 35. Görürüz. Bitdi. İndi buraya yazıram sistemi alt. Görürüz, burada set zat yazdım. Set name, set ad, set surname zat yazdım. Ancaq seti burada elədim. Bu set elədim. Setter əməliyyatı bu sətirdə edildi. Bir dənə də buraya yazıram ki, person.get ad, bir də person.get
yaş. Bitdi. Run edirəm. Nəticəyə baxan ondan da yekunlaşdırım. Okay. Akif 35. Aydın oldu mu? Gördünüz. Fərqi nə oldu? Burada konstruktorun içində yazdım və yaxud da bir əllə yazdım. Güzel. İndi kimin nə sualı varsa buyursun. Bəs bu qədər. Sizə qısa məlumat ötürmədim. Yəni bunu bir dənə emal eləsəz, hazır vəziyyətə gətirsəz, təməli çox güclü atmış olursunuz. Amma tam onu sizdən almadım. Buyurun verin, sual varsa verin. Bir dənə sorry. Bir dənə sertifikat taxım kapatırım. Aha, eşidirəm, baxıram. Bir saniyə. Görüntü getdi. Mənim sualıma bayaq kim getir sətir vermədik, sadəcə birisini verdik. Hə, əslində onu burada dedim. Baxın, burada niyə görə getir sətir verdim? A person, bir də person joystick. Bir də Formula 1 car, bir də Formula 1-in joysticki. Okey mi? Okey. Person necə yaratdım? Ad, yaş. Okey, okey. Sürət, model eyni şeydir. Adları fərqlidir. Eyni gedirik. Amma burada personda bir dənə konstruktor yaratdım. Görürsünüz, konstruktor. Konstruktorun içində dəyərləri verdim. Mən konstruktor dəyəri ötürəcəm, o ötürəcək hara? Yuxarı. Ötürəcək hara? Yuxarı. Amma burada konstruktor yoxdur, görürsünüz. Birbaşa metodlardır. Setter və getter yazmışam. Konstruktorda elə bir şey yoxdur. Əslində məntiq və fərq sadəcə olaraq odur. Burada mən konstruktor vermişəm. Ona görə mən dedim axı konstruktor bərabərdir nəyə? Setterə. Ona görə setterə ehtiyac yoxdur. Ancaq nəyə ehtiyac var? Getterə. Getter var. Amma burada konstruktor verməmişəm deyə, ona görə həm setterə, həm getterə ehtiyac var. Yəni yazıram. Konstruktor əgər yazmışıqsa, o zaman setter yazmağa ehtiyac yoxdur. Konstruktora yazmışıqsa, setter yazmağa ehtiyac yoxdur. Əslində fərq sadəcə olaraq bununla ibarətdir. Tamamdır. Aydın oldu. Başqa sual varsa buyurun. Yoxsa mən sinif tasklarını sizə ötürəcəm və yekunlaşdıracağım. Ümumiyyətlə bugün kimə nə qaranlıq qaldı? Bugün sinif tasklarını sinifdə eləyəsə bir yerdən. Prosta davam edeyim səbəbdən dolayı gələnmədim. Üzrlü sayına gedim. Mənim özümə də xoş olmadı. Getdim gördüm. Okey, hə. Taskları indi göndərəcəm. Taskları ilə sizlə sağlaşan kimi Warriors səhifəsinə göndərəcəm. Oradan rahat vaxtda gelirsiniz. Başqa sual varmı? Varsa görə bilərsiniz. Baxın, heç kim tələsmir. Mən özüm də belə burada oturub hələ işləyəcəm. Kimə çətin, qaranlıq, anlaşılmadıq, nə varsa məndən soruşsun. Hə, bence bitdi. Mən sizə əsas fokuslandığım nələr idi? Bax, siz bu verilən bu 6 dənə klasın 6-sını da cover eləsəz, yəni əhatə eləsəz, yəni hər kəs aiddir bu.
Onun hamısını əhatə eləsəz, OP-nin təməlini çox möhkəm qoymuş olursunuz ki, mənə nə lazımdır? Mənə lazımdır ki, siz bunu çox səlis şəkildə bitirəsiniz. Yəni səlis şəkildə bitirəsiniz ki, bunun içində keçdiyi mövzuların hər birini. Mən artıq sizə bundan task verəndə sizdə şuuraltı olsun da oturdum, tap yazdım, qalxdım. Bildim o nəyə görə işləyir, necə işləyir. Bildiniz. Çünki bu təməli qoysaz, məsələn, adi proyekt vermişdim, məsələn, sinif proyekti. Sinif proyektimizin 70% bunlar idi, təməlləri idi. 30% də əlavə metodlar yazmaq idi. Sual var mı? Tamam. O zaman heç nə sual yoxdursa, tamamdır. Mən rekordu aldım. Rekordu birazdan səhifəyə yükləyəcəm. Aha, Kənan buyur. Okey, tamam. Hansı ardıcılığı? Yaxşı, tamam, mən full ardıcılığı, tamam, okey. Ardıcılığı biri deyəcəm. Bir saniyə. Baxın, hər şeyi bağlayıram. Okey, söndürdüm. Heç nə yoxdur da, bomboş IntelliJ səhifəm var. Baxın, bomboş IntelliJ səhifədir. Deyək ki, mənə task verdilər. Taskın məqsədi nədir? Deyir, analitik bir dənə nə olsun? Kompüter obyekti yarat. Bir də o obyekti canlandır. Yəni bir dənə MacBook yarat və onu canlandır. Gəlin yaradaq. Mən gəlirəm bura. Bax, ilk dəfə. Göy papkanın üstə basıram. Package, yəni papka yaradıram. Adını qoyuram test. Yəni prosta ad qoydum. İndi girirəm bunun içinə. Birinci nə yaradırsınız? Sizə deyirlər ki, kompüterin get obyekti yarat. Birinci kompüterin obyektini yaradır. MacBook yaratdım. Bütün. Və mən zat heç nə yaratmamışam. MacBook yaratdım. Yəni bunun skeleti budur. MacBook'un nəyi var? Private string ad. MacBook'un adı var. Yəni daha doğrusu brendi var. MacBook'un idi var. Private int idi. Bir də ki, MacBook'un rəngi var. Private string rəngi. Gördünüz, 3 dənə hissəsi var. Bunu yazdım. Sonra düşürəm aşağı. Bir dənə də nə yaradıram? Burada generate var. Bir də burada bizdə toString var. toString'ə bastım. Hamısını enter edelim. Fieldlərim var, dəyişənlərim. toString'im var, mətin kimi görəcəm. Bir də private olduğu üçün bir dənə də gəlib burada basırsınız nəyi? Getir və setir. Üçündə 1, 2, 3. Üçündə seçdiniz. Ok. Bitdi. MacBook obyektiniz sizin artıq formalaşmış oldu. Bütün MacBook'lar, baxın, zavod bir dənə MacBook buraxar da, məsələn, sizin istifadə etdiyiniz MacBook. Bir dənə karkas altında 1000 dənə MacBook buraxılır da, yəni ki, bir dənə robot bir MacBook buraxır. Onun əlində artıq 100 dənəsi deyər, hamısına eyni rəng, eyni knopka, eyni şey qoyur, gedir. Başqa alət başqa rəng qoyur ona. Amma bu bir rəng qoyur arasında. Yəni, o da bu olacaq. Adı, ili və rəngi. Okey mi? Okey. Baxın. İndi gəlirik hara? Uji dükana. O MacBook'un bu zavodu idi. Zavodda deyirlər ki, MacBook'un adı olmalıdır, ili olmalıdır, rəngi olmalıdır. İndi gəldim onu mən dükana çıxartmalıyam ki, müştəri görsün. İndi bu dəqiqə müştəri koda baxanda nə başa düşür? Heç nə. Yəni, okeydə heç nə anlamır. Bu nədir deməlidir? Biz buna nə dedik? Servis. Bildiyimiz servis, yəni qulluq, düzəlmə yeri. Bir dənə də qaldı nə? Dükkan, mağazin. Dükkanda biz nə edirik? Onu həqiqətən üzə çıxardırıq. İndi onu biz görməliyik. Yazıram bura. MacBook bərabər new MacBook. Okey mi? Okey. Deyirəm ki, MacBook'a bir dənə ad verək. Brand verək. Brand nədir? Apple. Sonra deyirəm ki, MacBook'a bir dənə nə verək? Set brand. Bir dənə də il verək. İl nədir? 2025 olsun. Bir də MacBook'a set rəng verək. Rəng də olsun gümüşü. Gördünüz. Mən nə elədim? MacBook'un təməlini yaratdım, servisini. Daha sonra gəldim, MacBook'u dükana çıxardıram. İndi düşürəm aşağı, müştərilər görmə yeri buradır. Müştəri,
MacBook görsün. Düşdüm aşağı. System out. Şimdi MacBook burada nə edirəm? Get yazıram. Get brand. Okay. Bir dənə də MacBook get il. Bir də MacBook get renk. Bitdi. İndi mən bir dənə də bura bəzək söz atıram sistemə. Müştərinin sifarişi. Bunu ekrana versəm. Müştərinin sifarişi gəlir. Ha, müştərinin sifarişi var burada. Sifarişi nədir? Apple-dır. 2025-dir, gümüş. Yəni müştərinin sifarişi bu. Apple 2025 və gümüşü rəngdə. Aydın oldu mu? Beyninizdə bir struktur qurdunuz, məsələn, hansı arzulıqla nə edəcəksiniz və necə edirsiniz? Əla, super seyir. Zəhmət olmasa hər kəs fikir bildirsin də, Kənan, Zeynal, Rəna xanım, bir də Məhəmməd bəy. Səhid bəy aydındır. Kənan. Bəli, daha iyi anladım. Okey, əla. Bir dənə də Məhəmməd bəy. Sizə aydındır mı? Rekorda da baxanda sonra tam oturacaqsınız. Okey, əla. Bir də Məhəmməd bəy də sizə reaksiya verir. Əgər sual varsa, mənə verin sualı. Yəni, biz də baxaq bir yerdə öyrənək. Tamam, okey, tamam. Başqa sual yoxdursa, o zaman sağollaşaq. Bir də mən, baxın, bir dənə şey deyim. Mən gün ərzində səhər saat 9-dan, okey. Mən gün ərzində səhər saat 9-dan axşam saat 12-yə qədər uyğunam. İstədiyiniz vaxt yazın. 12-dən sonra yaza bilər, sadəcə olaraq cavab verə bilərəm, ola bilər yatmışam. Yazın, sual var, yazın, nə bilməyim. Qrupa yazın, müzakirə edək. Qrupda məsələn müzakirə bizdə yoxdur. Pisdir məsələn, çox pisdir. Qrupda heç kimlə heç müzakirə eləmir. Elə eləmirsinizsə, mən özüm qrupa mövzu atacağam ki, buna zəhmət olmasa kimsə geri dönüş eləsin. Yəni onun üzərində müzakirə aparaq. Bu gün də olmasa, mən özüm mövzular atacağam qrupa ki, məsələn atıram, bir dənə mövzu atacağam ki, belə bir problem var, gəlin düzəldək bir yerdə. Mən öz çalışımı düzəldəcəm, siz düzəldirsiniz, axırda atırıq. Belə. Okey. O zaman sual yoxsa yekunlaşdırıram. Növbətlər görüşənlər qədər. Rekordlar yükləyəcəm, material yükləyəcəm, taskı yükləyəcəm. Tamamdır. Görüşərik. Gecəniz xeyrə qalsın. Sizə uğurlar. Mən də gedim. Görüm nə edirəm, maşında gələcəm. Tamam. Sağ olun. Hələlik.